Amma qələbədən sonra, zəfərdən sonra gördünüz nə baş verdi? Bütün dünya bizim ölkəni, Azərbaycanı haqlı olaraq tanıdı. Dedilər, bəli, haqq elə Azərbaycan imiş, bu ölkə imiş. Gedib öz torpaqlarını düşməndən aldılar. Onlar qəsbkar deyildi, qəsbkar ermənilər idi. Sadəcə onlar özlərini məzlum kimi tanıtmışdılar. Bu zəfər bütün dünyaya başa saldı ki, haqq Azərbaycandandır. Haqq bizik, bizim ölkəmizdir. Və bu sözlərə diqqətlə qulaq as. Deyir, ürəyindən nə keçir elə 3 günlük dünyadır. Niyə ürəyində saxlayırsan? Ürəyin istəyir gedələ də, əcəl ani gələcək, bir anda gələcək. Həyatını yaşa. Niyə özünü sıxırsan? Son sözünə bax. Deyir, Allah bağışlayandır. Allah mehribandır, rəhimlidir. Səhər durarsan, tövbə eləyərsən. Səhər açılır, gör neyniyir. Sənə dünə günah elətirdi axı. Səhər tövbə eləməlisən. Səhər durursan, tövbəni sənə unutturur. İnşallah bildiyiniz kimi sabah ölkəmizdə zəfər günü qeyd olunacaq. Elə xütbəmiz bu günləri böyük zəfər haqqında olacaq. Həzrəti Peyğəmbərimizin Məkkəni fəth etməsi və daha sonra nəfsin üzərində zəfər çalmaq var. Nəfsin üzərində qələbə çalmaq var. O haqda danışacaq inşallah. Allah Teala müqəddəs Qur'an-ı Kərimdə Fəth surəsinin 1-ci ayəsində buyurur. Bismillahirrahmanirrahim. İnna fətəhnə ləkə fəthan mubina. Həqiqətən, ya Peyğəmbər, həqiqətən biz sənə açıq aydın bir fəth, bir zəfər bəxş etdik. Daha sonra ayədə buyurur, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın. Sənə olan nemətini tamamlasın və səni doğru yola yönətsin. 3-cü ayə buyurur, və Allah sənə şanlı bir zəfər bəxş etsin. Bu 2-ci ayəyə bir dənə nəzər yetirək. Deyir, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın. Sənə olan nemətini tamamlasın. Səni doğru yola yönətsin. Bu ayədə görəsən Allah Teala nə demək istəyir? Bizim əqidəmizdə, bizim inancımızda, Şiə əqidəsində, ümumiyyətlə İslamda Peyğəmbərlər məsumdurlar da. Peyğəmbərlərin heç bir günahı yoxdur. Həqiqətdə də bu belədir. Peyğəmbərlər günahsızdılar. İndi bu ayənin təfsirinə baxaq. Bu ayənin təfsirində yazır ki, Məkkənin fəthi zamanı idi. Həmən zamanda bütün olan hadisələrdən Peyğəmbəri günahkar bilirdilər. Cəmaat. Deyirdilər ki, Peyğəmbər bizim düzənimizi pozur. Peyğəmbər bizim yaşayışımızı pozur. Peyğəmbər bizə imkan vermir ki, rahat yaşayaq. Elə hey müharibələr eləyir. Qoymur biz rahat olaq. Peyğəmbəri günahkar bilirdilər. Amma Məkkəni ki, fəth elədilər, o fəthdən sonra bütün düşüncələr dəyişdi. İnsanların Peyğəmbərə qarşı olan düşüncələri dəyişdi. Onlar başa düşdülər ki, Həzrəti Peyğəmbər hər nə eləyib, bizim xeyrimizəymiş bu. Bu Məkkənin fəthi də elə bizim xeyrimizəymiş. Sadəcə biz başa düşmürdük. Peyğəmbər bizə böyük bir dənə zəfəri yaşatdı. Ondan sonra gəlib Həzrəti Peyğəmbərdən üzrxahlıq edirlər. Ki, ya Peyğəmbər bizi bağışla, biz səni səhv başa düşmüşük. Həzrəti Peyğəmbər onları bağışlayır, əff eləyir. Baxın, fəthdən əvvəl Peyğəmbəri günahkar bilirdilərsə, fəthdən sonra nə oldu? Bütün düşüncələr dəyişdi. Özlərini günahkar bildilər ki, biz Həzrəti Peyğəmbərin haqqına girmişdik. Həzrəti Peyğəmbər haqqında səhv düşünmüşdük. Bizim zəfərimiz necə idi? 30 il bu ermənilər nə düşüncə yaratmışdılar? Sanki bizik günahkar. Sanki bizim ölkəmiz gedib onların torpaqlarını qəsb edib. Biz gedib onları öldürmüşük. Üzr istəyirəm, biz gedib onların ailələrinə təcavüz eləmişik. Evlərini viran qoymuşuq. Özlərini məzlum kimi göstərirdilər. Bütün dünyaya özlərini məzlum kimi tanıtmışdılar. Bizi günahkar kimi tanıtmışdılar. Ki biz günahkarıq. Amma qələbədən sonra, zəfərdən sonra gördünüz nə baş verdi? Bütün dünya bizim ölkəni, Azərbaycanı haqlı olaraq tanıdı. Dedilər, bəli, haqq elə Azərbaycan imiş. Bu ölkə imiş.
Gedib öz torpaqlarını düşməndən aldılar. Onlar qəsbkar deyildi, qəsbkar ermənilər idi. Sadəcə onlar özlərini məzlum kimi tanıtmışdılar. Bu zəfər bütün dünyaya başa saldı ki, haqq Azərbaycandandır. Haqq bizik, bizim ölkəmizdir. Və bunda əziyyəti olan şəhidlər var idi. Allah hamd verirəm izzətinə, cəlalına, böyüklüyünə, qüdrətinə xatir. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Allah onların ruhunu şad eləsin. Allah onların ailələrinə, yaxınlarına, əzizlərinə səbir versin. Allahdan istəyirəm, Allah Teala yaralı qazilərimiz var. Onlara şəfa versin inşallah. Bu niyyətə bir salavat zikr edək. Vəccil fərəcəm. İndi sizə bir ayə oxuyuram. Ənfal surəsinin 10-cu ayəsidir. Allah Teala buyurur, qələbə, zəfər yalnız Allahdandır. Allah tərəfindən verilir. Baxın, zəfər qazanmaq təkcə silahla deyil. Elə düşünməyək ki, silahı götürdün əlvə, getdin onu öldürdün filan, bəsməkən zəfər qazandın. Yox. İnsan övladının Allahın razılığını qazanmaq üçün nəfsi üzərində bir dənə zəfər qazanması var. Öz nəfsi üzərində bir qələbə çalması var. İstəyirəm inşallah bu haqda danışım. Biz nəfs haqqında geniş danışmışıq. Bir gün bir balaca toxunaq ki, nəfs üzərində necə qələbə qazanaq. Nəfs, yazırlar ki, hədisdə, hədis buyurur bizə, deyir, nəfs insanın içində olan görünməz düşməndir. Baxa, biz onu görmürük, bizim içimizdədir. İçimizdə olan görünməz düşməndir. İndi nəfsin insanla bir söhbəti var. Onu danışıram sizə. Deyir, nəfs səni rahatlıqla aldada bilir. Nəfs səni rahatlıqla aldada bilir. Sənə istədiyini elətdirir. Necə söhbət edir? Deyir, narahat olma. Ürəyindən nə keçir elə. Bu sözlərə diqqətlə qulaq as. Deyir, ürəyindən nə keçir elə 3 günlük dünyadır. Niyə ürəyində saxlayırsan? Ürəyin istəyir gedələ də, əcəl ani gələcək, bir anda gələcək, həyatını yaşa, niyə özünü sıxırsan? Beynivə nə gəlirsə deyir, ged onları elə. Həyatını rahat yaşa. Son sözünə bax. Deyir, Allah bağışlayandır, Allah mehribandır, rəhimlidir. Səhər durarsan, tövbə eləyərsən. Allah səni bağışlayır, niyə narahatsan sən? Niyə ürəyində saxlayırsan? Bunu deyir. Səhər açılır, gör neyniyir. Sənə dünə günah elətdirdi axı. Səhər tövbə eləməlisən. Səhər durursan, tövbəni sənə unutturur. Sənə yadından çıxardır ki, sən tövbə eləməlisən. Qoymur sənə tövbə eləməyə. Sonra buyurur, deyir, sən hər dəfə nəfsivə udzanda sənin imanın zəifləyir. İman zəifliyi yaşayırsan. Və nəhayətində, deyir, sonun bilsən hara gedir. Nəfs ki, sənə qalib gəldi, sənin sonun artıq Allahdan uzaqlaşırsan. Allahdan uzaqlaşırsan. Nəfs neyniyir? Deyir, nəfs səni dünyaya bağlayır. Amma ruhun deyir, səni Allaha tərəf çağırır. Ki, Allah səni yaradıb. Allah səni bu viddə görmək istəmir, üzü istəyirəm. Səni bu halda görmək istəmir Allah. Allah səni ibadət halında görmək istəyir. Öz razılığını qazanmaq üçün olan işlərdə görmək istəyir. Sən gelib dünyaya bağlanırsan. Niyə belə eləyirsən? İkisinin arasında deyib bir dənə müharibə gedir. Neyniyək deyir? Arifin sözüdür. Deyir, gözün harama baxmaq istəyəndə gözünü yum. Baxma harama. Dilin acı söz demək istəyir, sus. İnsanların qəlbini qırma. Dilivi saxla. Sonra deyir, əsl cihad budur. Həzrəti Peyğəmbərin hədisini gətirir. Birisi Həzrəti Peyğəmbərimiz döyüşdən qayıdır. Səhabələr deyir ki, şükür Allah, böyük cihadı uğurla keçdik. Həzrəti Peyğəmbər deyir, yox, biz kiçik cihaddan keçdik. Böyük cihad hələ qabaqdadır. Səhabələr soruşur, ya Rəsulallah, böyük cihad nədir? Deyir, böyük cihad odur ki, nəfsivə qalib gələsən. Ən böyük cihad deyir, budur. Nəfs üzərində qələbə çalmaq istəyirsən bu cihadda, gözün harama baxanda gözünü yummalısan. Dilin acı söz deyəndə susmalısan. Bundan qələbə qazanacaqsan. Qələbə qazanmağın bir neçə şərti. Birinci deyir, budur.
Nəfsin üzərində qələbə çalmaq istəyirsənsə Allaha təvəkkül elə. Allahdan kömək istəməlisən. O kəslərdir ki, zaten bilirlər ki, biz ehtiyaclıyıq. Biz Allaha möhtac bəndələrik. Allahın bizə ehtiyacı yoxdur. Amma bizi yaradana, Allaha ehtiyacımız var. Fatir surəsinin 15-ci ayəsi. Ey insanlar, Allaha möhtac olan sizlərsiniz. Allah isə heç bir şeyə möhtac deyil. Allah hər cür tərifə layiqdir. Bu ayəni insan övladı bir dənə dərk eləsə, bu ayəni deyir bir dənə başa düşsə, biləcək ki, mən özüm öz başıma nəfsim üzərində qələbə qazana bilmərəm. Mənə burada kömək lazımdır. O kömək Allaha təvəkkül etməkdir. Qafir surəsinin 44-cü ayəsi. Deyir, mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən Allah bəndələrini görəndir. Sonra bu ayənin izahına baxın. Deyir, Allah Teala heç vaxt öz bəndəsini qapısından qovmayıb. Bəndəsinin üzünə qapılar açıqdır. Yetər ki, deyir, bir dənə bəndə bir addım atıb o qapıya doğru geçsin. Allahın qapısına geçsin ki, Allahım, sənin qapıva gəlmişəm, sənə təvəkkül eləmişəm. Bu çətinlikdən məni sən qurtara bilərsən. O qapını mənim üzümə aç. Allah deyir, o qapılar zaten sənin üzümə açıqdır. Mən deyir, sənin gəlməyini gözləyirdim. Ki, sən bir addım mənə tərəf gələsən. Deyir, insan övladı Allaha təvəkkül etdiyi qədər, Allaha güvəndiyi qədər güclüdür. Təlaq surəsinin 3-cü ayəsinə baxın. Kim Allaha təvəkkül etsə, Allah Teala o bəndəsinə kifayət eləyər. Nəmrudun bir misalını çəkək. Nəmrud əmr eləmişdi. Həzrəti İbrahim Peyğəmbəri odda yandırın. Uzun qissədə, mən qısasını deyirəm, Quran ayəsidir bu da. Nəmrud da dağ boyda bir dənə tonqal qalamışdı. Tonqalın deyir, elə bir dənə istiliyi var idi ki, ona yaxın getmək olmurdu. Deyir, Həzrəti İbrahimi mancanaqla o oda yaxınlaşdırdılar. Həzrəti İbrahim gəlir oda yaxın, deyir, mələklər gəldilər bu anda. Dedilər, ey Allahın dostu, ey İbrahim, sənə nə kömək eləyək? Həzrəti İbrahim cavabına bax, həsbin Allah. Allah mənə kifayətdir. Allah mənim bu halımı görür, mənim bu halımdan xəbərdardır. Mən heç kimdən kömək istəmirəm. Mənim təvəkkülüm yalnız Allahadır. Allah mənə kömək olacaq. Allah onu odda yandırmadı. O oddu ki, onun istiliyindən ona yaxın getmək olmurdu. İnsan övladı da. İstəyirsən nəfs üzərində qələbə qazanasan, ən böyük düşmənimizdə axı. Nə etmək lazımdır? Allaha təvəkkül. Allah Teala'dan kömək istəyir ki, ya Rəbbim bizə kömək ol, bu nəfsimiz bizə düşmənçilik eləyir. Bunun üzərində qələbə qazanaq, bunun üzərində zəfər çalaq. Bu sınaqda da yadda saxla, ikinci düsturu budur. Qarşımıza çətinliklər çıxacaq. Böyük sınaqlarla üzləşəcəksən nəfsə qalib gəlmək üçün. Sən ki o imtihanla üz-üzə qaldın ha. Böyük sınaqlar gələcək qabağına. Deyir, səni narahat eləyəcək. Yolundan döndərməyə çalışacaqlar. Son nöqtəsi deyir, səni elə bir hala salacaqlar ki, Allaha üsyan eləmək istəyəcəksən. Və nəfslə mübarizədə. O həddə gələcəksən ki, Allaha üsyan eləmək istəyəcəksən. Neyniyim? Deyir, bu anda səbirli ol. Səbirlə deyir, nəfsivə qalib gələ biləcəksən. Ayəmiz var da, gözəl ayə deyə, İnşirah surəsinin 5-ci, 6-cı ayəsi insanı rahatladan, insanın qəlbinə bir dənə fərəh verən ayədir. Bismillahirrahmanirrahim. فَإِنَّ مَا الْأُسْرِ يُسْرًا إِنَّ مَا الْأُسْرِ يُسْرًا. Şübhəsiz, hər çətinliyin ardınca bir dənə asanlıq gəlir. Çətinlik, asanlıq yalnız deyir çətinliklə hasıl olar. Bir çətinlik görməlisən, bu asanlıq gəlsin sənə. Yenə təkrarlayır. Həqiqətən hər çətinlikdən sonra bir asanlıq gəlir. Buna görə də çətinlik qarşıva çıxdı, səbr etməklə. Səbr etməklə döz. Allah sənə görə nə mükafatlar verəcək. Yəni çətinliklərə dözməliyik ki, o asanlıq bizə üst tutsun. Biz qalib olaq. O zaman ki, o əmmarə nəfsi var, əmr edən nəfsi də Həzrəti Yusifi günaha salmaq istəyir. Bilirsiniz də bu qissəni? Həzrəti Yusifi günaha salmaq istəyir. Əmmarə nəfsi. Həzrəti Yusif neyniyir? Onun əlindən Allaha pənah aparır. Allahın Peyğəmbəri deyə,
Allahın peyğəmbəri nəfslə mübarizədə Allaha pənah aparır. Yusuf surəsinin 53-cü ayəsi. Mən deyir, özümü təmizə çıxarmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs insana pis işlər görməyi əmr edir. Allahın köməyi olmasa, Həzrəti Yusuf da bunu başa düşür. Allahın köməyi olmasa, mən deyir, nəfsimin üzərində qələbə qazana bilmərəm. Gələk Allah mənə kömək olsun. Ona öyle dedim, səni salacaq çətinliklərə o nəfs. Orada çalış. Orada çalış, səbr elə. Allahdan kömək istə. Allaha pənah apar. Nəfsin üzərində qalib olacaqsan. Sonuncu, bunu da deyim, bitirim inşallah. Nəfsə qalib gəlməyin yolu sonda dua etməkdir. Allaha çoxlu dua eləyin. Allahdan çoxlu kömək istəyin dua ilə. Ki, ya Rəbbim, mən aciz bir bəndəyəm. Mən sənin yaratdığın çox aciz bir qulam. Nəfsim məni o yana da aparır, bu yana da aparır. Günaha da salır. Bəzən, ya Rəbbim, o həddə gətirir, sənə üsyan belə eləyirəm. Dünyanın nemətləri də məni aldadır. Üzr istəyirəm, şəhvətim də məni aldadır. Məni pis-pis yollara aparır. Allahla danışın da münacatdır. Allahım, sən mənə kömək ol. Mən bu çətinliklərlə özüm tək başıma heç bir mübarizə apara bilmərəm. Çünki ya Rəbbim, mənim özüm aciz bir qulam. Ehtiyac sahibiyəm Allahım. Allahım, mən sənə möhtacam. Sən sənə ehtiyacsız. Allahım, sən mənim əlimdən tutsan, mən nəfsimə qarşı qalib olacam. Qələbə qazanacam. Allahım, bunun üçün səndən kömək istəyirəm. Həzrəti Peyğəmbərin gözəl bir dənə duası. O duanı deyim, bitirim. Deyir, Allahım, nəfsimə təqva bəxş et. Allahım, nəfsimi təqvalı elə. Onu pak elə. Onu günahlardan təmizlə. Nəfsimi deyir, Allahım, yalnız sən pak edə bilərsən. Allahım, mənim nəfsimin sahibi də sənsən. Mənim nəfsimin qoruyucusu da sənsən. Nə gözəl duadır, sözə baxır. Bu nəfsin sahibi Allahım, sənsən. Onu yalnız sən qoruya bilərsən. Ona görə də çalışaq, nəfslə mübarizədə, nəfsə qalib olmaq üçün son anda çoxlu dualar eləyək. Allahla danışaq. Mən hər zaman deyirəm, necə ki bir dostla dərdləşirik, ata ilə, ana ilə, övladla, ailəmizlə, yoldaşımızla, necə dərdləşirik? Necə danışırıq? Allahla ondan artıq dərdləşək. Allahla çoxlu münacat eləyək, çoxlu dualar eləyək, Allahdan kömək istəyək.